Elə səhv fikirdir. Yəni əlamətin itməsi heç də sağalmaq demək deyil. Sağalmağı həkim də deyə bilmir. Ancaq və ancaq müalicənin axırında xəstə analiz olunur, yoxlanılır. Hansı infeksiya varsa o yoxlanılır. Və əgər o təmizlənibsə, daha çıxmırsa demək xəstə sağalıbdır. Yəni bu qaydaları unutmayın, bu şeyləri unutmayın. Bunlara əməl eləmədikcə siz əziyyət çəkəcəksiniz, problemlər yaşayacaqsınız. Sonra mütləq partnyorunuzu, həyat yoldaşınızı müalicə elətdirin. Kimin həyat yoldaşı var, kimin partnyoru var. Yəni özün müalicə olunur, həyat yoldaşı yadından çıxıb belə şeylər eləməyin. Çünki təkrar gedib oradan onu qazanacaqsınız, yoluxacaqsınız əgər kontakt olacaqsa. Bu belə məsələlər var. Bunları xahiş edirəm nəzərinizdə tutun. Nəyə görə bu barədə geniş danışıram? Çünki nə qədər danışsam da görürəm ki, eyni şeylər təkrar olunur. Yəni gələn adamlar eyni səhvlərlə gəlir. 5 günlük müalicələr, 5 illik antibiotik qəbulu və bu mənim yanıma gələn adamlar bunu danışır. Deyir, mən 10 dənə həkimdə olmuşam, 5 ildə antibiotik içirəm. Sonra hər bir həkim də mənə 5 günlük, 10 günlük müalicə yazır, heç bir xeyri də yoxdur. Ancaq antibiotik içirəm və heç nə də effekt də yoxdur. Biraz yaxşılaşma olur, sonra heç nə yoxdur. Yəni bu şeyləri danışıram ki, insanlar bilsin ki, niyə heç nə yoxdur, niyə nəticə alınmır, niyə belə vəziyyət yaranır. Sonra belə bir məsələ də var. İnsanlar deyir ki, yəni bu mikrob adamda cinsi zəiflik, təəccüb edirlər ki, niyə görə mikrob adamda cinsi zəiflik yaradır? Niyə görə? Ona görə ki, mikrob kişi cins orqanlarını zədələyir, parazitlik eləyir. Prostatı, xayaları, toxum kisəciklərini, bunlar da parazitlik eləyir, zədələyir və nəinki cinsi zəiflik yaradır, kişi sonsuzluğu da yaradır, başqa problemlər də yaradır. Hətta xlamidioz konjuktivit verə bilər, artrit verə bilər, yəni oynaq ağrılar verə bilər və belə problemlər yarada bilər. Böyrəklərdə problemlər yarada bilər bu parazitlər. Yəni bunlar infeksiyadır, cinsi yolla keçən infeksiya, zöhrəvi infeksiya. Və bunu da mütləq və mütləq mütəxəssis həkimə müraciət etmək lazımdır, yəni dermatoveneroloqa. Sonra müalicəyə ciddi əməl eləmək lazımdır. Axırda həkim deyir, gəl yoxlan, ona getmək lazımdır.